PKK-nın silahı yerə qoymaq və siyasi dialoq formalaşdırmaq istiqamətində həyata keçirilən fəaliyyət Türkiyənin uğuru kimi qiymətləndirilməlidir. Xüsusilə vurğulamaq lazımdır ki, bir müddət öncə siyasi diplomatik açılımın icra olunması və barış, sülh, təhlükəsizlik istiqamətində ümumi yanaşmalar qəbul olundu və bu da böyük irəliləyiş deməkdir. Hesab edirəm ki, bu birbaşa olaraq Türkiyə diplomatiyasının, xüsusilə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın uğuru kimi qiymətləndirilməlidir və hazırki reallıqlarda bu çox böyük bir nailiyyət hesab olunur və artıq bu əldə olunan nailiyyət onu deməyə əsas verir ki, Türkiyə daxilində həm Kürdlərin hakimiyyət əleyhinə silahlı müqaviməti baş tutmayacaq, həm də kənar güclər Türkiyə daxilində təhlükəsizliyi pozmağa, təhdidlər yaratmağa da imkan əldə edə bilməyəcəklər. Şübhəsiz ki, Türkiyə sərhədlərindən kənarda PKK-nın müxtəlif tör-töküntülərinin qızışdırılması, Türkiyəyə qarşı savaşa çağırışı mümkün ola bilər, amma Türkiyə böyük dövlətdir və öz təhlükəsizliyini, milli maraqlarını təmin etmək üçün öz sərhədlərindən xaricdə də bu milli savaşını, milli maraqların təmin olunması mücadeləsini həyata keçirilir. Və ümumiyyətlə, Yaxın Şərq bölgəsində, Suriyada böyük uğurun əldə olunması Türkiyənin siyasi imicinə və nüfuzuna əlavə dəyər qazandırdı. Ardınca PKK ilə razılaşmanın əldə olunması və silahı yerə qoymaq istiqamətində əldə olunan razılaşma Türkiyənin uğuruna yeni bir uğur qazandırdı. Hesab edirəm ki, Türk dünyası da daxil olmaqla qardaş Türkiyənin hələ gələcək böyük parlaq qələbələri irəlidədir.